Yəni sual çətin sualdır. Nədir bəs bu sualı çətin eləyən? Vətən müharibəsi dövrünə aid olan suallar son illər qəbul imtahanlarına düşür. Diqqətli olaq. Bu sual 2025-ci ildə istifadə olunmuş qəbul suallarından biridir. Nə görürük? İkinci qrupda da olub, üçüncü qrupda da olub. Maraqlısı odur ki, ikinci qrupda təxminən 15% doğru cavab verib, üçüncü qrupda isə 18% bu suala, ikinci qrupda təxminən 20% imtina verib, üçüncü qrupda isə 16%. Aşağı yuxarı eynidir. Yəni sual çətin sualdır. Nədir bəs bu sualı çətin eləyən? Xankəndi şəhəri mərkəzində dövlət bayrağımız qaldırıldı. Sualda 2-ci Qarabağ, yəni 44 gün ərzində olan dövrdə soruşur. Bu sonradandır, olmaz. Şuşa bəyannaməsi, bu da sonradandır, olmaz. Horadiz qəsəbəsi düşməndən azad olunub 1994-də. Bu 1-ci Qarabağdır, olmaz. Xocavənd rayonunun bir hissəsini azad eləmişik, bəli, Hadrut falan. 5 rayon mərkəzi, Füzulini, Cəbrayılı, sonra oradan biz Şuşanı, Qubadlını və Zəngilanı azad eləmişik müharibə dövründə. Deməli, bu sualda doğru cavabımız 4 və 5 idi. C variantı. Belə suallara diqqət eləyək, bu mövzuya daha çox fokuslanaq. Çünki ola bilsin ki, oradan daha çox suallarımız gəldi.